Gözəl insanlar, salam, hər vaxtınız xeyir olsun. Mövzu sifət və zərf. Adjective sifət deməkdir, adverb zərf deməkdir. Bu söz İbrahim bəyə gəlsin, çünki özündən soruşacağam. Deməli, adjectivelər, yəni sifətlər nəyi təyin eləyir? İsmi, törəmə əvəzilər, yəni somebody, someone, nobody, no one, nothing, anything, bunlar. Ki, bunlarda əvəzdə keçmişik, ona görə təkrar edin. Və bu tip feillər. Be'nin formaları əmzar, bozvur, seem, look, taste, smell. Taste dad vermək, smell iyi gəlmək mənasına. Become, feel və s. və ilaxır. Yəni bunları nə təyin eləyir? Sifət, zərf təyin eləmir. Sifətin 3 dərəcəsi var. Adi, müqayisə və üstünlük. Adi dərəcədə heç bir şəkilçidən və ya sözdən istifadə etmirsən. Məsələn, good, bad, diligent, hardworking, lazy, powerful, strong. Yəni normal bir sifət götür, bu adi dərəcədir. Bəs mən hansı sözləri görsəm, müqayisədə yox, üstünlükdə yox, adi dərəcədə verəcəm. Yəni yanındakı sifətlə zərfi adi dərəcədə verəcəm. Enough, so, very, to, quite, rather, how, as, so as inkarda işlənir. Təsdiqdə, sualda işlənmir. Əz isə təsdiqdə də işlənir, sualda da işlənir, inkarda fərqi yoxdur. Amma so, az'in düz çıxması üçün cümlə inkarda olmalıdır. Bu bağlayıcı mövzusunda sizə lazım olur. Və bunların içindən düşür, bu, birazdan onları toxunacağım. Bu. Əsasən bu üçlük tandemdə. Əzdir, so azdir, nə bilim, müqayisə dərəcəsi üstündə, bunlar da ayrı bir şəkildə. Ümumiyyətlə, sifətlə zərfə aid bir sual düşər. Əsasən də sifəti tap deyə sual düşər. Ya da sifəti düzgün dərəcəsi, belə deyim. Sualı belə qoyaq. Bəs müəllim, müqayisə dərəcəsi necə düzəlir? İstəyir sifətdə, istəyir zərfdə. Müqayisə dərəcəsi 2 yolla düzəlir. 1 və 2 hecalı, 1 və qısa. Yəni, qısa 2 hecalı sifətlərimiz var. Sonra y, yəni y ilə bitib, y-dan qabaq sami səs gələrsə, onlardan danışıram. Uzun sözün qısası. Bunların sonuna yəni er, yəni şəkilsi əlavə edirsiniz. Amma 2 və daha çox hecalı sifətdirsə, sonu y ilə bitməyibsə, o zaman bunların qarşısına more verəcək. Məsələn, fast, tall. Bu bir hecalıdır. Düzdür? Olacaq faster, taller. Bu təkrarda nəzərə alın. Yəni, bunun orijinal mətni ayrı bir dərsdir. Faster, taller və yaxud easy. Görsən, sonu nədir? Y ilə bitib. Yəni, y hərfi, bizim y. Y-dən qabaq s, samit səs gəldiyinə görə. Amma 2 hecadır. Easy. Bunlar da nə olacaq? ER qəbul edilir və fikirləsi y, i-yə çevrilir. Anlatabildim mi? Amma 2 və daha çox hecalılar ki, sonu y ilə bitməsin, normal sifətlər, məsələn, powerful, nə olacaq? Qarşıda sadəcə more əlavə edəcək. More powerful. Və müqayisə dərəcəsində mənası nə deməkdir? Daha. Okay? 2 və daha çox şəxsi, əşyanı, hər nə isə bir-biri ilə müqayisə eləyəndə biz nədən istifadə edirik? Than. Than həm söz önü kimi işlənə bilir, həm bağlayıcı kimi işlənə bilir. Məsələn, I am taller. Mən daha hündürəm. Nöqtə. Amma kiminləsə müqayisə eləsənsə, onda buyur. I am taller than you. Səndən hündürəm. Deməli, biz burada bir şey başa düşürük ki, than'i görən kimi birbaşa nə seçirik? Müqayisə dərəcəsi. Yəni, ya da more. Adi yox, üstünlük yox. Bir də bu yaş məsələsi, məsələn, böyüyəm. Yəni, yaşda böyüyəm. O anlama gəlir. I am elder than, yox, older than. İndi I am misal olaraq çəkirəm. Sizə ancaq I am düşməyəcək. Yəni, elder than deyə bir şey yoxdur. Elder sadəcə böyük deməkdir. Okay? Elderli böyüklər, qocalar, o mənada. Older than seçəcəksiniz. Sonra, müqayisə dərəcəsində olan bir sifətin qabağına biz nə verə bilərik? Much
a little. Bunu da birazdan yenə toxunacağım. Much və a little. Məsələn, much nə deməkdir? Çox. A little nə deməkdir? Biraz. Bir qədər. İndi mən deyirəm ki, I am taller. Nöqtə. Mən daha hündürəm. I am much taller. Mən çox hündürəm. I am a little taller. Mən birazca hündürəm. Yəni, belə bir anlam ifadə edir. Heç vaxt bir sifətə həm müqayisədən danışın. More, həm də verməyin. Bu üstünlüyə də aiddir. Fərqi yoxdur. Yəni, bir sifəti bir dərəcə ilə verə bilərsən, ya adi, ya müqayisə, ya üstünlük. 2 dərəcəni eyni anda göstərə bilmərsən. Better, good'un müqayisəsi olduğuna görə, istəyir good olsun, istəyir better olsun, istəyir best olsun. Bunlardan sonra sifət göstərməyin. Better özü müqayisə olduğuna görə good'un more-la işlənməz. Worse, bad'in müqayisəsi olduğuna görə, istəyir bad olsun, istəyir worse olsun, istəyir worst olsun üstünlüyü. Bunlardan sonra sifət göstərməyin. Worse, bad'in müqayisəsi olduğuna görə more ilə nədir? İşlənməz. Üstünlük dərəcəsi necə düzəlir? Əvvəla sifətin üstünlük dərəcəsinin qarşısında həmişə the artiklı işlənir. Bu bir. Eyni ilə müqayisə dərəcəsini necə düzəltdiksə, bir və qısa hecalı, yəni bir və qısalı hecal sifətlər, hecalı yazmışam, neysə. Hecalı sifətlərin sonuna. Yəni, bir hecalıdır və yaxud bayaq dedik, easy var, məsələn, easy. Düzdürmü? Sonu y hərfi ilə bitib, yəni bizim y hərfimiz. Bunu biz üstünlüyə çevirəndə eyni şey baş verir. Müqayisədə olduğu kimi. Easier, müqayisədir, olacaq easiest. Okay? Easiest. Qoy yazım. Bu da oldu nə? Üstünlük dərəcəsi. Bir dənə fərq odur ki, qarşısında the artiklı nədir? Verəcəksiniz. 2 hecalıdır, amma y var sonunda. Y-dan da qabaq samit nə gəlib? Səs gəlib. Bura biraz diqqət eləyək. Okay, mənası ən lap deməkdir. Məsələn, the easiest, ən asan. The fastest, ən sürətli. The slowest, ən yavaş. The tallest, ən hündür. Bəs müəllim, başqa 2 hecalılar və çox hecalılar necə düzəldək? Eyni ilə müqayisədə olduğu kimi. Burada da qarşısına most verəcəksiniz. Yenə də üstünlük dərəcəsi olduğu üçün qabağında the article. Məsələn, important vacib deməkdir. Düzdür, vacib, lazımlı. Oldu nə? The most important. Ən vacib. Okay? Bəs üstünlüyü necə seçim? Orada məsələn cümlənin əvvəlində və ya sonunda one of deyə bilər. Yəni filan kəslərin, filan şeylərin içindən. Sonra oxsaz görərsiniz ki, filan yerdə, in, at, on, filan kəslərin içində, among. Yəni among. Yəni bu bizdə də var. Məsələn, in Baku, Bakıda, at school, məktəbdə, on the island, adada, among the students, tələbələrin içində, of all və yaxud bitmiş zamanlarla ever, indiyənə qədər gördüyüm Bakıda, məktəbdə ən hündür uşaqdır. Görürsən, bizdə də eyni şeydir. Bunlar da indiyənə qədər gördüyüm daha hündür uşaqdır. Demirik, daha müqayisəyə uyğun gəlir. Deməyəcək. Ən deyəcək, ən də nəyə uyğun gəlir? İngilisində most, est, okay? İndi, eyni anda təkrarlayıram. Eyni anda həm müqayisə, həm də üstünlükdən gəlir söhbət. Bir sifəti ya da bir zərfi eyni anda 2 fərqli dərəcə ilə və yaxud s-lə, most-lə, n-lə, more-lə verməyin. Best, bayaq dedik, yenə deyirik. Better və good, bad, sonra worse və worst. Bunlar özləri good və bad'in müqayisə və üstünlük dərəcəsi olduğuna görə bunlardan direkt sonra sifət gətirməyin. Çünki özləri zaten sifət. İstəyirlər zərf olsun, zərf gətirməyin. S-lə, most, best dedik, yenə də deyək, eyni anda verməyin. Bəzi sözlər var, sifət, zərfi də daxil edən bura. Bunların müqayisə və üstünlük dərəcəsi R-lə
və yaxud more-la düzəlmir. Bunlar kökdən dəyişir. Irregular sayılır bunlar. Bunları əzbərləyin. Good olur, better, the best. Bad, worse, the worst. Much more, most ya da the most. Many more, most ya da the most. Little less bunu öğrenin. Least ya da the least. İndi arkadaşlar, bu qara rəngdə verdiklərim də nədir? Zərfdir. Well, yaxşı, zərf. Better, best. Zərfin üstünlük dərəcəsinin qabağında the article işlənmir. Toxunacaq ona. Badly, worse, worst. Bəzi sözlər var. Bunlar sifətdir. Zərf deyil. Bunlara birazdan qayıdacağım. Deməli, adverb zərf deməkdir. Zərf nəyi təyin edir? Fiili. Yəni, bizə fiili lazımdır, başqa şey lazım deyil. Hər nəysə, zərf fiili təyin eləyir, arkadaşlar. Okay? İndi başqa sifəti, sonra zərfi təyin edir falan, oralara toxunmuram. Bizə testlər necə düşür, oradan deyirəm. Və zərflərin əksəriyyəti sifətin sonuna L, Y şəkilçisi əlavə etmək ilə düzəlir. Slow, yavaş, slowly, yavaş ya da yavaş şəkildə. Quick, cəlddir, tamam. Quickly, o da cəld şəkildə. Okay? She runs quickly, o bək qaçır. She runs slowly, o yavaş qaçır. Yəni, burada fiili direkt təyin elədiksə, bu artıq nədir? Zərf. İsmi təyin eləyirsə, tümlü formalarını təyin eləyirsə, nə bilim, look, smell, seem və s. sözləri təyin eləyirsə ki, bu zərfdir. Yadda saxlayın. Sifətdir. Sorry, zərf deyil. İndi, ay müəllim, bax, bu sözlərin də sonunda elvay var. Və zərfi oxşuyur. Yox, bunlar zərf deyil. Bəs necə ayırd eləyəcəm? Heç nə, əzbərləyəcəksən. Friendly, cowardly, unlikely, sözlərin içində cowardly qorxaqcasına yazılıb. Yəni, o səhvdir. Cowardly, qorxaq deməkdir, sifətdir. Coward, bu da isimdir, qorxaq. Yəni, a coward, məsələn. Okay? Manly, kişi, cəsur, brave. Lovely, sevimli, gözəl, xoş. Məsələn, lovely, weather, yaxşı hava. Sevimli hava deməyəcəksiniz. Lonely, tənha, yalqız. Elderly, böyük. The elderly olsa böyüklər. Lively, canlı, yaşar, enerjili. Costly, bahalı. Likely, mümkün, ehtimalı olan, ehtimallı. Unlikely, ehtimallı, bu niyə belə düşüb? Az olan. Holy, müqəddəs, nə bilim, ugly, çirkin və s. uzada bilərsiniz. Okay? Gələk bura. Zərfində 3 dərəcəsi var. Adi, müqayisə üstünlük. Eyni ilə, buralar sürətli gedəcəm. Çünki eyni ilə sifətin adi müqayisə üstünlüyü necədirsə, bu da eyni şeydir. Yenə də enough, so, very, to, quite, rather, how, as, so as adi dərəcədə sifət və zərflə işlənir. So as inkarda verir, okey. Gəlir bura, müqayisə dərəcəsi 1 hecalı olar. Və 2 hecalı olsaydı, sonu vay olsaydı, vaydan qabaq sam səs gəlsəydi, orada da olacaqdı. Uzun sözün qısası 1 hecalılar 2 və çox hecalılar morla düzəlir, mənası daha deməkdir. 2 əşyanı, 2 şəxsi bir-birinə müqayisə edəndə zəndən istifadə edilir. Yəni, zəni gördük, müqayisə seçirik. Müqayisə dərəcəsinin qabağına much və a little vermək olar. Bu demək ki, adi və üstün dərəcəsinin qarşısında much və a little vermirik. Bunları təkrarlamaya ehtiyac yoxdur. L-lə more, S-lə most yanaşı verməyin, eyni anda verməyin. 2 fərqli dərəcəni eyni anda verməyin. More'dur, better'dir, best'dir, bad'dir, worst'dir, good'dur. Bunları təzədən more-la, most-la, S-dən falan işlətməyin. Okay? Üstün dərəcəsi 1 hecalılar S-lə düzəlir, 2 və çox hecalılar most-la düzəlir. Üstün dərəcəsinin qarşısında Z artiklı işlənmir, söhbət zərfdən gedir. Mənası burada da eynidir. Yenə üstün dərəcəsinə vermək üçün, bax, bu tip sözünlər ya da ever, indiki bitmiş ya da keçmiş bitmiş də verə bilərsiniz. Okay, uşaqların içində, məktəb içində əmnəmdən sürətli falan kəs qaçır. Okay, yenə eyni şeylər, bunları da təkrarlamıram. Okay, və gələk bura. Buna inanmıram. Çünki amma yenə də mənası bilməkdə fayda var. Sözdə, söz bazasında. Fast, hard, early, late, high, low, near, far, long, close uzada bilərik.
Arkadaşlar bu sözler görürsünüz. Ly qəbul eləmədən ki bunun özündədir. Ly qəbul eləmədən bunlar həm sifət olur, həm də zərf olur. Məsələn, ismi təyin eləyərsə sifətdir. Fiili təyin eləyərsə zərfdir. A fast car, özündən sonra isim gəlir. Sürətli maşın. A hard question, çətin sual. Amma görsən fiili təyin eləyir və hard fiili təyin eləyində feildən sonra gəlir. Digərləri də həmçinin. Work hard, çox işləmək, çox çalışmaq. Yəni, bu hard sözünü məsələn çaşdırmayın. Uşaqlar deyir çətin. Arkadaş, niyə çətin deyirsən buna? Feillə işlənirsə, bu çox deməkdir. Mənası da yaxşıdır. I work hard, mən çox işləyirəm. I study hard, mən çox çalışıram. I, nə verim başqa? I try hard, çox çalışıram. Okay? Yəni, uzun sözün qısası. Zərf kimi işlənəndə feildən sonra gəlir. Bunu unutmayın. Cümlə quranda da sizə lazım olacaq. Amma sifət isə ismin qarşısında gəlir. Və burada heç və fasta ly verməyin, low'ya ly verməyin, fara ly verməyin, longa ly verməyin. Çünki bunlar heç vaxt ly qəbul eləmir. Bəli, hardly ly verə bilərəm. Bəli, birazdan toxunacağım. Hardly ümumiyyətlə müqayisə üstündə işlənmir. Hardly həmişə feildən əvvəl gəlir. Hardly mənası inkardır, yox deməkdir. Demək olar ki, yox. Hardly'nin çətinlə güclə mənası yoxdur. Elə də tərcümə eləyib testi səhv yazmayın. Nearly demək olar ki, təxminən mənasına gəlir. Lately, son zamanlar, yaxın zamanlar da belə mənasına gəlir. Sonra buradan nə verə bilər? Highly, yüksək səviyyədə. Yəni, anlamda, fiziki anlamda göydə yüksək, elə yox. Məsələn, mən bunu yüksək qiymətləndirəm. Bax, o anlamda. Okay? Əla. İndi gələk bura. Very nə idi? Mənası çox deməkdir. Adi dərəcə ilə işlənir. Müqayisə və üstünlüyünə verməyəcəksiniz. Very good, very important, very strong man, very well. Əgər silent təksin varsa, təbii ki, artıqını veririk. Sifətdir, zərfdir, çox yaxşı, çox vacib, çox güclü adam, çox yaxşı. Və ya da sonra much, many, little few verə bilərsiniz. Verməmək şərti ilə. Mən belə bir soru görməmişəm, amma yenə də verdən sonra heç var ilə başlayan, very a lot, very a little, very a few deyə bir şey gəlmir. Okay? Heç biri gəlmir. Çox pul, çox az informasiya, çox az adam, çox adam. Getdik. Verin, harda verdiniz? Adi dərəcədə. Much, müqayisə dərəcəsinin qarşısında işlənər. A little, müqayisə dərəcəsinin qarşısında işlənər, amma adi və üstükdə verməyin. Orijinal ingilisində olur, buralara qatmayın. Okay? Müqayisənin qarşısına verin. Much more important, daha çox var, yəni daha vacib. Much da olur, daha hündür. Amma adi olduğuna görə, bax bunlar səhvdir. Görürsünüz, adi dərəcə olduğuna görə. Müqayisə olduğuna görə düzdür. Bunları tətbiq edəcəksiniz testlərlər. Testləri izah edəcəm. Daha yaxşı mövzunu anlamaq üçün testlərin izahına baxmaq vacibdir və şərtdir. To, bu da həddən artıq çox deməkdir. Biraz negativ məna var. Həddən artıq çox olduğuna görə. İşlənir adi dərəcə ilə, müqayisə dərəcəsindən işlənmir. Maçı müqayisə dərəcədə bura niyə atmışıq bilmədim. Maç deyil bu. To yazmalıydım. Copy paste eləmişəm. Qalıb burada. Hər neysə, to-nu adi dərəcə ilə verəcəksiniz. Okay. Too much, too many, too little, too few olar. Çox, çox az. Belə bir mənaya gəlir. Əsas o ki, to ilə müqayisə dərəcəsi verməyin, adin qabağında verə bilərsiniz. To-dan sonra sifət verib, daha to infinitive, yəni məsdər vermək olar. It's too cold, çox soyuqdur. To swim in the pool, yəni hovuzda üzmək üçün çox soyuqdur. She's running, o deyir, çox yavaş qaçır, həddən artıq yavaş qaçır. Ona çata bilməyəcək, yəni ona çata bilməyəcək demək istəyir. Enough, adi dərəcə ilə işlənir, müqayisə üstünlük dərəcəsindən işlənmir, mənası kifayət qədər deməkdir. Sifətlə zərf enoughdan əvvəl gəlir, feil də enoughdan əvvəl gəlir, amma isim enoughdan sonra gəlir. Yəni, buna aid testlər düşür. Düşür deyəndə toplu da var və aldığı məlumata görə düşmə ehtimalı ola bilər, yeni mövzu olduğuna görə. İndi, 3 nöqtədən sonra isim varsa, bəli, enough'ı burada verə bilərəm. İsim burada var, 3 nöqtə burada var, enough verməyəcəm. Amma sifəti burada görsəm, 3 nöqtə burada, bəli, bura enough verə bilərəm. Okay, testlərdə görəcəyiz. İndi arkadaşlar, burada da yerlərin
kasoy vermişəm, çox üzürlü sayın. Enough sifətdən əvvəl gəlir, isim enough'dan sonra gəlir. Okay? Fikir verin. Burada vermişəm. Her şey burada gəlib belə verədim. Nəysə, enough'ı da to ilə göstərə bilərəm. Mesela burada isim olmalıydı, sifət burada olmalıydı. Belə. Yəni, sifət enough isim. Okay? Burada göstərdiyim şəkildə. İndi sözümün canı odur ki, necə ki bu to-da biz dedik, sifətlə, zərflə işlədəndə daha da to məstər verə bilir. Enough'da da eyni şey var. Enough'dan da sonra to məstər vermək mümkündür. Okay? Bunda testi düşsə, çox sadə şəkildə olacaq. Orada heç to-ya baxıb testi tapmağa heç ehtiyac qalmayacaq. Zaten taparsınız ki, bu sifət var, nə bilim, zərf var, neysə. Enough'ı gördüm. To verirəm, nə bilim, daha doğrusu özdən əvvəl sifət gördüm, enough verirəm, nə bilim, özdən sonra sifət və yaxud to verirəm, to və s. və ilə. Yəni, izah edəcəm, çox asan. Və hard'a yenə gəlirəm. Hard, bayaqlar dediyim kimi, sifətdirsə ismi təyin edir, ismin qarşısında gəlir. Zərfdirsə feildən sonra gəlir. Sifət kimi mənası çətin deməkdir, zərf kimi çox deməkdir, amma yaxşı mənada. Okay? Hard question, çətin sual. Work hard, çox işləmək. Amma hardly demək olar ki, yox deməkdir. Uşaqlar, bu çətinlə güclə mənası yoxdur. Xahiş edirəm, bunu qarışdırmayın. Adi dərəcədə işlənir, heç müqayisə və üstünlükdə işlənmir və həmişə də feildən əvvəl gəlir, fikir verin. Okay? I hardly go to school. Mən çətinliklə məktəbə gedirəm. Yox, mən demək olar ki, məktəbə getmirəm. Bu qədər net. Vəssalam. Özü çox sadədir. Testlərinə gedirəm. Testlər vəbşə sadədir. Amma mövzunu anlamaq istəyirsə, bunlar əzbərliyirsə o heç, birbaşa hara girik? Testdə, testin izahına baxırıq. Hələlik.